Müsahibimiz Xankəndi Futbol Klubunun oyuncusu Əli Əkbər Şəbiyevdir. Təbrik edirəm ilk öncə. Vacib qələbə qazandınız bugün. Yəni iki fərqli hissə oldu. Qollar hamısı ikinci hissədə vuruldu. Oyunu şərh edin. Təbriklər görə çox sağ olun. Oyun həmişəki kimi yenə ağır tempdə keçdi. Şəmkir komandası bildiyimiz kimi həm yaxşı futbol oynayır, həm də döyüşkən komandadır. 90 dəqiqədə bunu sübut elədilər. Birinci hissə biraz oyun getmirdi. İkinci hissə maşallah toparlandıq. Epizodlarımız da var idi ki, qola çevirmək lazım idi. Onlar da alınmadı. Qolların da birini penaldan vurduq. İnşallah, yəni əsas qələbə qazanmaq idi, onu da əldə elədik. Onu anladım. Yəni bildirirsən ki, ilk hissədə oyun getmədi. Yəni oyunun getməməyə səbəbi nə idi? Əslində birinci hissədə oyun bizim üstünlüyümüzdən keçirdi, amma sadəcə istədiyimiz hücumlar alınmırdı. Ortaya qədər gəlirdi, yekun bir nəticəni verə bilmirdik. Deyim ki, rəqib bizdən üstün oynadı, yox. Birinci hissədə oyun bizim kontrolumuz altındaydı. Sadəcə nəticəni verə bilmirdik. Son nöqtəni qol vura bilmirdik. Aydındır. Onda son sualımı da verim. İrəlidə hələ daha çox turlar var. Çempionatın hələ ki başlanğıcıdır. Yəni ardı-ardına güclü rəqiblərlə görüşürdünüz. Yəni növbəti turlar haqqında, yəni çempionluq yolunda, yəni asan irəliləyə biləsiniz bundan sonra, yoxsa İlk turdan son tura qədər mən belə deyərdim ki, bizim məqsədimiz, amalımız birdir. Sadəcə rəqiblər dəyişir. Rəqib də seçmirik. Bu filan rəqibdir, bu filan rəqibdir. Bütün rəqiblər bizə çempionluq yolunda önəmlidir. Hamısına eyni oyunla, eyni oyun üslubu ilə, eyni stillə sadəcə 3 xal üçün çıxırıq. Oldu, təşəkkür edirəm. Sənə də komandada Təşəkkürlər. Sağ ol.